Hazırsınızsa, Azərbaycan kino və teatrının unudulmaz gülüş ustası Əliağa Ağayevin sirli və faciələrlə dolu həyat hekayəsinə birlikdə nəzər salaq. Başlayaq. Azərbaycan kino və teatr sənətinin unudulmaz simalarından biri olan Əliağa Ağayev təkcə böyük gülüş ustası kimi deyil, həm də xeyirxahlığı və sadəliyi ilə insanların qəlbində xüsusi yer qazanmışdı. Onu sevənlər aktyora hörmətlə Əliağa əmi deyirdilər. O, 1913-cü il martın 22-sində Bakı şəhərində dünyaya gəlib. Ailədə 3 qardaş olublar. Lakin uşaqlıq illəri onun üçün çox ağır keçib. Cəmi 2 yaşı olarkən anasını itirən Əliağa, 1918-ci ilin qanlı mart hadisələri zamanı isə atasını da itirərək erkən yaşlarında yetim qalır. Həyatın çətinlikləri onu uşaqlıqdan işləməyə məcbur edir. 1930-cu ildə 7 illik məktəbi yarımçıq qoyaraq gəmi təmiri zavodunda çilingər kimi çalışmağa başlayır. Məhz burada sənətə olan marağı yaranır və zavodun dram dərnəyinə qoşulur. Onun fitri istedadı qısa zamanda diqqət çəkir. 1936-cı ildə SSR xalq artisti Mirzəağa Əliyevin dəstəyi ilə Gənc Tamaşaçılar Teatrına qəbul olunur. Əliağa Ağayev düz 25 il həmin teatrın səhnəsində bir-birindən maraqlı və yadda qalan obrazlar yaradır. Sizindir? Xeyr, birinci dəfədir görürəm onu. Yox, sizindir. Allah mənimki deyil. Mən heç onu tanımıram. Mənimki olsaydı gələrdi yanıma da. İndüstriyada da toğuca kimi bir şeydir. Sahibin görən kimi gəlir yanına. Bu iş mənim yüzümə də baxmaz. 1961-ci ildə isə aktyor fəaliyyətini Azərbaycan Dram Teatrında davam etdirir və burada da uzun illər tamaşaçıların sevgisini qazanır. Onun yaratdığı obrazlar həm komikliyi, həm də təbiiliyi ilə seçilirdi. Tamaşaçılar Əliağa Ağayevi səhnədə görəndə gülüş və sevincin gələcəyini əvvəlcədən bilirdilər. Aktyorun həyat yoldaşı Cəvahir İskəndərova da tanınmış aktrisalardan biri olub. Onlar bir çox tamaşalarda tərəf müqabili kimi çıxış ediblər. 1939-cu ildə ailə qurduqdan sonra Cəvahir xanım sənətdən uzaqlaşır və ailəsinə daha çox vaxt ayırır. Cütlüyün Vaqif və Gülçin adlı övladları dünyaya gəlir. Maraqlıdır ki, Əliağa Ağayev övladlarının incəsənət sahəsinə gəlməsini istəmirdi. Oğlu Vaqifin İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olması uzun müddət atasından gizli saxlanılır. Məni sallanladınız? Yox, yoldaşımızdır, kömək eləməliyik. Bu nə pomodordur? Vay, bunu xəşmişim ki. Yenirsən, xırda doğra, xırda. Başını çək oyana. Görürsən ki, pul sayıram. Pəncərəni açıq qoymaq ixtiyarım yoxdur. Yoxdur. Aktyorun kinoda ilk işi 1955-ci ildə çəkilən Görüş filmi olur. Filmdə çaya yıxıldığı səhnənin çəkilişi zamanı başını dəmirə vuraraq ciddi zədə alır. Səhnə soyuq payız günlərində çəkildiyi üçün aktyor ağır xəstələnir. Hətta həmin filmdə onun kiçik qızı Gülçin də epizodik rolda çəkilmişdi. Bu nə pilodur? Yağ getir. Pilov pişirmek de bilmirsən. Beğenmirdim, özüm pişireydim. Şehirler arkası göstergisi var. Boşa yaranmıştır ezelden olan. Şabi! Ne sormuşamdan ne diyor? Lakin onu bütün SSR məkanında məşhurlaşdıran əsas rol O olmasın, bu olsun filmində yaratdığı Məşədi İbad obrazı olur. Bu obrazın daha təbii görünməsi üçün aktyor saçlarını tamamilə qırxdırır. Film ekranlara çıxandan sonra Əliağa Ağayev böyük şöhrət qazanır və ona mənzil də hədiyyə edilir. Bir müddət sonra aktyora SSR xalq artisti adı vermək istəyirlər. Amma bunun üçün Kommunist partiyasına üzv olması tələb olunurdu. Əliağa Ağayev isə prinsipial mövqe göstərərək partiyaya daxil olmaqdan imtina edir. Məhz buna görə də o SSR xalq artisti adını ala bilmir.
zəhirmar. Görünür zalim oğlu dəllək hənani pis yaxıb. Puh, dur. Belə qoysam. Vay, 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 vay. Onda da şamaxı lotusuna oxşayaram. Aktyorun yaradıcılığı olduqca zəngin idi. Əhməd haradadır? Bizim Cəbiş müəllim, Dəli Kür, Kazbek qutusu, Şərikli çörək, Sehirli xalat, Qanun naminə, Evlənmək istəyirəm və evləri köndələn yar kimi filmlərdə yaratdığı obrazlar bu gün də sevə-sevə izlənilir. Onun son filmi Evlənmək istəyirəm olur. Filmin çəkilişləri zamanı aktyor infarkt keçirir. Həmin günlərdə sənətkarın 70 illik yubileyinə hazırlıq görülürdü. O isə zarafatla, mənim yubileyim olacaq, elə filmi də yubileydə göstərərlər, deyirdi. Вот, Paşa, bomba arabası. Bir de Don Feyzullah, bomba fırısı. 1983-cü ilin noyabr ayında dostları ilə kafedə oturarkən Əliyağa Ağayev yenə hamını güldürən bir lətifə danışır. O qədər ürəkdən gülür ki, qəfil halı pisləşir. Əvvəlcə dostları bunu zarafat hesab edirlər. Lakin böyük sənətkar elə oradaca dünyasını dəyişir. Beləliklə, Azərbaycan xalqı özünün ən böyük gülüş ustalarından birini itirir. Təəssüf ki, aktyora son filmi olan Evlənmək istəyirəmin premyerasını görmək qismət olmur. Filmin təqdimatı aktyorun 40 mərasimindən sonra keçirilir. Əliyağa Ağayev Yasamal qəbristanlığında dəfn olunub. Onun yaratdığı obrazlar, insanlara bəxş etdiyi gülüş və sənətə verdiyi töhfələr isə bugün də yaşayır. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Koşu, ay koşu. Sen Allah aşkına. Orada ne yürürsünüz? Adam rahmetli oğlu adam burada ne diyer? Tez olan kapılı bombalar söküldü başımıza. Aras, ay kız, hara gittin? Üstümü ıslatmıştın. Bana bak, bizim uşağı görmemsen ki. Ne uşağı? Benim uşağımı dirəm də. Uşağın olur be ya. Qadam ağzı var, doğan vaxtımdır. Tanıyan dirəm də. Tanıyam. Ama ne dəbili. Odur va, taksi. Mi, ye. Ye. Gripki. Yani ayakta göbelek.